Salam əziz şagirdlər, bugün sizinlə 7-ci sinif fizika iş dəftərindən təcil mövzusunun tapşırıqlarının izahını bölüşəcəm. Əvvəlcə birinci tapşırığa baxaq. Boşluqlara uyğun sözləri yazaraq cümləni tamamla. Deməli, sürət dəyişməsinin bu dəyişməyə sərf olunan zamana nisbətinə bərabər olan kəmiyyət təcil adlanır. Deməli, birincisinə yazacağıq sürət dəyişməsinin, daha sonra bu dəyişməyə sərf olunan zamana nisbətinə bərabər olan kəmiyyət təcil adlanır. Keçək ikinci tapşırığa. Qara hərflərlə verilmiş sözlərdən uyğun olan altından xətt çək. Deməli, dəyişən sürətli hərəkətdə sürətin zamandan asılı olaraq dəyişməsini ifadə etmək üçün təcil anlayışından, yəni təcil kəmiyyətindən istifadə olunur. Keçək üçüncü tapşırığa. Aşağıdakı ifadələrdən doğru olanları D ilə, yanlış olanları Y ilə işarə et. Yanlış olan ifadələri düzəldərək yenidən yaz. Sürətin vahid zamanda baş verən dəyişməsi yer dəyişmə adlanır. Xeyr, bu yanlışdır. Sürətin vahid zamanda dəyişməsi təcil adlanır. Bunun qabağına Y, yəni yanlış yazırıq. Cavab olaraq da yazırıq ki, sürətin vahid zamanda baş verən dəyişməsi təcil adlanır. Beynəlxalq sistemdə təcil vahidi 1 metr bölünsün saniyə kvadratıdır. Doğrudur. D yazırıq. Təcil skalyar kəmiyyətdir. Xeyr, yanlışdır. Y yazırıq. Təcil vektorial kəmiyyətdir. Həm ədədi qiyməti, həm də istiqaməti var. Dördüncü tapşırıqda deyilir ki, dəyişən sürətli hərəkətdə təcil sıfıra bərabərdir. Xeyr, dəyişən sürətli hərəkətdə təcil sıfıra bərabər olmur. Yalnız bərabər sürətli hərəkətdə təcil sıfıra bərabər olur. Keçək dördüncü tapşırığa. Dördüncü tapşırıqda deyilir ki, ovu görən gepard durduğu yerdən cəld hərəkətə başlayır və 3 saniyə sonra onun sürəti 54 km/s saata bərabər olur. Gepardın təcilini hesabla. Əvvəlcə kilometr bölünsün saatı metr bölünsün saniyəyə çevirək. Yazaq. 54 vurulsun. 1 kilometr 1000 metr olduğu üçün 1000. 1 saatda 3600 saniyə olduğu üçün 3600-ə bölürük. Deməli, sıfırlar ixtisar gedəndə 36 ilə 54 9-a ixtisar gedəndə 4, 6, 4-dən 6 2-yə ixtisar gedəndə 2, 3, 2 ilə də 10 gedəndə qalır deməli 3-ə 5, 15 metr bölünsün saniyə. Deməli, tapdıq. Onun deməli 3 hərəkətə başlayır. Zaman t bərabərdir. Yazaq. T bərabərdir 3 saniyə. Son sürət V bərabərdir 15 metr bölünsün saniyə. Başlanğıc sürət V0 sıfıra bərabərdir. Təcil A bərabərdir V çıx V0 bölünsün T olduğundan 15 çıxılsın 0 bölünsün 3. Cavabımız olacaq 5 metr bölünsün saniyə kvadratı. Cavabımız oldu 5. Deməli, keçək 5-ci tapşırığa. 5-ci tapşırıqda deyilir ki, qrafikdən istifadə edərək müəyyən et. Cismin birincisi başlanğıc sürəti. Başlanğıc sürəti görürük ki 3-dür. 3-dən başlayır. Son sürəti 0, 0-a endiyi üçün 0. Hərəkətə sərf etdiyi zaman 1 saniyə. Təcili isə təcilini hesablayaq. A bərabərdir V çıx V0 bölünsün T-dən yaza bilərik ki 0 çıxılsın 3 bölünsün 1 olur -3. Təcilimiz -3 metr bölünsün saniyə kvadratı. Deməli, 1-də olur başlanğıc sürəti 3, 2 son sürəti 0, hərəkətə sərf etdiyi zaman 1 saniyə. Bunlar metr bölünsün saniyə olacaq. Təcili də 4-də bərabərdir tapdıq. -3 metr bölünsün saniyə kvadratı. Keçək 6-cı tapşırığa. 6-cı tapşırıqda deyilir ki, 36 km bölünsün saat sürətlə hərəkət edən velosipedçinin təcili nəyə bərabər olmalıdır ki, 5 saniyə sonra işıqforda dayana bilsin? Başlanğıc sürəti, yəni V0 yazaq. V0 bərabərdir 36 km bölünsün saat. Bunu metr bölünsün saniyəyə çevirək. 36 vurulsun 1000
bölünsün 3600. İxtisar getdikdə qalır 10. Metr bölünsün saniyə. Dayandığı anda son sürəti sıfıra bərabər olur. V bərabərdir 0. Zamanımız 5 saniyə olduğu üçün təcil olacaq. Deməli A bərabərdir V çıx V0 bölünsün T. V 0'dır. 0 çıxılsın. V0 10 bölünsün 5. Cavabımız olacaq -2. Təcili -2'ye bərabər olmalıdır. Keçək 7-ci tapşırığı. 7-ci tapşırıqda deyilir ki, 54 km bölünsün saat sürətlə hərəkət edən avtomobilin sürəti 5 saniyə sonra 1,8 km bölünsün dəqiqəyə bərabər olur. Onun təcilini hesablayın. 54 km bölünsün saat onun başlanğıc sürəti V0. 10 metr bölünsün saniyəyə çevirək. 54 vurulsun 1000 bölünsün 3600. Sıfırlar getdi. Deməli cavabımız oldu 15 metr bölünsün saniyə. metr bölünsün saniyə. Son sürəti V bərabərdir 1,8 km bölünsün dəqiqədirsə yazırıq 1000 bölünsün 60. Cavabımız olacaq deməli 1800 bölünsün 60 30 metr bölünsün saniyə. Zaman 5 saniyə olduğu üçün təcili tapaq. Təcil olur A bərabərdir V çıx V0. Yəni 30 çıxılsın 15 bölünsün 5. 15 bölünsün 5. Cavabımız olacaq 3 metr bölünsün saniyə kvadratı. Keçək 8-ci tapşırığa. 8-ci tapşırıqda deyilir ki, kosmik raket kosmodromdan 20 metr bölünsün saniyə kvadrat təcili hərəkətə başlayır. 50 saniyə sonra onun sürəti nəyə bərabər olar? Deməli, V0 sıfıra bərabər olur. Çünki sıfırdan, sükunətdən başlayır. V0 bərabərdir 0. A bərabərdir 20. Zaman da 50 saniyədir. A bərabərdir V çıxılsın V0 bölünsün T düsturunun V'ni tapaq. Burada V bərabər olur V0 plus AT. Deməli, onda olur 0 üstə gəlsin 20 vurulsun 50 1000. Cavabımız olacaq 1000. 1000 metr bölünsün saniyə. Keçək 9-cu tapşırığa. 9-cu tapşırıqda deyilir ki, qrafik əsasında cismin təcilini müəyyən et. Yazaq. A bərabərdir təcilin düsturu. V çıx V0 bölünsün T'yə. Deməli, V 12, V0 0, T də 4 olur. Cavabımız olacaq 3. Metr bölünsün saniyə kvadratı. Keçək 10-cu tapşırığa. 10-cu tapşırıqda deyilir ki, 24 metr bölünsün saniyə başlanğıc sürətlə hərəkət edən qatarın sürəti 2 metr bölünsün saniyə kvadrat təcilli artır. 12 saniyə sonra qatarın sürəti nəyə bərabər olar? Başlanğıc sürəti V0 bərabərdir 24 metr bölünsün saniyə. Təcil A bərabərdir 2 metr bölünsün saniyə kvadratı. T də bərabərdir 12 saniyəyə. Deməli, V-ni tapsaq, son sürəti tapsaq olacaq V0 24 üstə gəlsin 12 24. Yəni 12 vurulsun 2. Cavabımız olacaq 48 metr bölünsün saniyə. Keçək 11-ci tapşırığa. 11-ci tapşırıqda deyilir ki, deməli, başlanğıc sürəti 36 km bölünsün saat olan avtomobilin təcili başlanğıc sürəti 720 km bölünsün saat olan təyyarənin təcilindən böyük ola bilərmi? Cavabınızı əsaslandırın. Ola bilər, çünki əgər sürət getdikcə avtomobildə artarsa, 720-yə çatarsa, yəni hətta 720 keçsə, böyük ola bilər təyyarənin sürətindən. Keçək 12-ci tapşırıq. 12-ci tapşırıqda deyilir ki, sürət zaman qrafikini istifadə edərək V1-i hesabla. Əvvəlcə təcili hesablayaq. A bərabərdir V çıx V0 bölünsün T. Deməli,
V 20 çıxılsın 0 bölünsün 10. Təcil olur 2. V1-i hesablamaq üçün yazaq ki, təcilin yerinə 2, V1 çıxılsın 0 bölünsün 5. Deməli, V1 də bərabər olacaq 10 metr bölünsün saniyə. Cavabımız 10. Keçək 13-cü tapşırığa. 13-cü tapşırıqda deyilir ki, sürət zaman qrafikindən istifadə edərək cismin başlanğıc sürətini hesabla. Başlanğıc sürətini hesablayaq. A bərabərdir. Deməli, əvvəlcə təcil tapaq. A bərabərdir. V çıx V0 bölünsün T. V 0 çıxılsın. Deməli, 12 bölünsün 4 bərabər olur -3. Təcili tapdıq -3. İstifadə başlanğıc sürətini hesablayın. Başlanğıc sürəti V bərabərdir V0 plus AT düsturundan başlanğıc sürəti tapsaq, V0 bərabər olacaq V çıxılsın AT-yə. V deməli bizdə 0 olduğu üçün çıxılsın -3. Çıxılsın müsbət eləyir. -3 vurulsun, yəni 3 vurulsun. T'də 8 saniyə. Cavab olacaq 24. Keçək 14-cü tapşırığa. 14-cü tapşırıqda deyilir ki, başlanğıc sürəti 30 metr bölünsün saniyə olan cismin 10 saniyə sonra dayanır. Onun təcilini hesabla. Dayanırsa son sürəti V bərabərdir 0 olacaq. Başlanğıc sürəti 30. Zaman da T də bərabərdir 10 olacaq. Təcili A bərabərdir V çıx V0 bölünsün T'dən tapa bilərik ki, 0 çıxılsın 30 bölünsün 10 bərabərdir -3. Keçək 15-ci tapşırıq. 15-ci tapşırıqda deyilir ki, bir avtomobilin təcili 0,5 metr bölünsün saniyə kvadratı, digərinin isə 1 metr bölünsün saniyə kvadratıdır. Təcilin bu qiymətlərinə əsasən onlardan hansının sürətinin böyük olduğunu demək olarmı? Cavabınızı əsaslandırın. Düsturu yazsaq, V bərabərdir V0 plus AT. Biz A-nı bilirik. Onun sürətini bilmək üçün biz onun başlanğıc sürətini və zamanını da bilməliyik. Başlanğıc sürətləri müxtəlif ola bilər. Yəni, təkcə təcilini bilməklə hansının sürətinin böyük olduğunu deyə bilmərik.